salam olsun hidayətə tabi olanlara. Amma Yahudilərin böyüyü var indi. O lənətlənir, o özün kar, kör, lal kimi aparır. Yəni ki, haqqa qarşı. Mən görmüşəm videolarda onu qışqırırlar, xarici adamdır, yəni ki, o nəm harada olur. Millət vəkilliyi olan yerdə nəsə yığılıblar. Departament, nəysə, böyüklər yığılıblar, onu da millət vəkili qışqırır, dəftəri cırır, atır, deyir, bəsdir, uşaqları öldürmür, ağlayan, nə bilim, belə bir ki, özün bomba kimi atır yerə ki, partlasa verir, sözünü desin, amma çatmır ona. O, deyil, bu kanala girəndə, əvvəl belə baxanda itir, amma kanala girəndə, kanalda videoları basanda, bunun əclasının şəkli var. O əclas, hansı əclas? Yahudilərin böyüyü. Elə olarmı? Onun uşağını öldürsələr, yaxşı olarmı? Onun özünü elə öldürsələr, uşağı tutaraq. Yaxşı olarmı? Bir mən görmüşdüm, şu an yazılı kıçı, qolu bombadan partlamışdı, şişəsi olmuşdu. Yaxşı olarmı? Allahımız Quranda nə buyurur? Buyurur ki, onlar deyirlər ki, biz yəni, onlar fəsad törədilər, amma mən əvvəldə paylaşacağım da kanala girəndə, kanalama girmək lazım ki, o şəkil biraz orada qalır. İndi paylaşım, indi Allahımız buyurur ki, haqqa qarşı özünü lal, kar, kör kimi aparanlar məxluqların ən pisidir. Cəhənnəmdə yerin azıdır, adını bilməyin də lazım deyil. Sən də mənim adını bilmərsən, mən istəyirdim Facebookda girim sənə Quran atım, Quran ayələrini yəni yazır. Bəzdə səni elə partalasalar, səni elə öldürsələr, səni elə ac qoysalar, yaxşı olar, o uşaqlarının cəhənnəmli adamdır, o başa düşən deyil. Lalkar, kör adam, haqqı qarşı, alçaqdır. Quran ayəsində nə buyurulur deyərsən. Hələ mələkdən buna baxaq. Yuxarıda nə yazır? Bunların türklər yazır. Bunların olmadığı bir dünya hayal ediyorum. Kimlərdir? Yahudilərdir. Yahudi nəmir bu? Yaxşı görünmür. Göstər. Bizim mollalardır. Bir də bunlar Yahudilərdir. Bunlar xristiyanlardır. Yəni, axır ki, din adamları da bir-birinə vuruşur. Ateistlər də təkəbbür göstərir, halk üçün bilirlər ki, Allah var, sonra əleyhinə gözəl şəkildə mən bütün varlığım ilə Allaha təslim oldum. Mən də. Nə yazır bura? Səninlə tartışmaya çalışarlarsa, de ki, mən bütün varlığım ilə Allaha təslim oldum. Allah'ım, qurban ol. Mənə nemət bəxş etdiyin üçün mən günahkarları heç vaxt dəstək olmayacağım. Nədir? Allah Teala buyurur ki, dininizi alay oyun konusu edənləri və kafirləri dost edinməyin. Allah'tan korkun. Eğer müminsiniz. Allah hamının güzel olan arzularını çatdırsın. Güzel olan arzularını. Amin. 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 Mələk, elə ki, Allah buyurur ki, o Yahudilərin böyüyü də o bizlərlə tövbə edib cəldə bilərlər də özləri. Firon da Firon idi. Allah ona Musa Peyğəmbər göndərdi. Dolayısıyla ki, Allah buyurur, dev ayəni təxminən gün necədir? Onlara deyirlər ki, fəsad törətməyin, amma onlar deyirlər ki, biz islah edənlərik. Yahudilərin böyüyü də elə deyil, islah edilir. Nə, sən o dərk eləmir. Sən nə istəyirsən?
O dönsünlər də, yəni o da özü tövbə eləsin, cənnətə getsin. Sən nə istəyirsən? Mən bir əməl demək istəyirəm ki, Allah Taala əsas Allahımız buyurur ki, de, bütün yani de mənə yaparsan de. Allah hamının gözəl olan arzularını çatdır. Amin. Allahımız buyurur ki, iman gətirib, 2 dəfə elədi, iman gətirdi, kafir oldu. Sonra təzədən iman gətirdi, kafir oldu. Sonra da küfürlərini artırırsa, Allah Taala buyurur ki, 2 dəfə yığar, 3-cü yol yox. Küfürlərini artırırsa, Allahımız buyurur ki, Allah o kəsləri daha heç vaxt bağışlayan və düz yola yönəldən deyildir. Həyəcanlı, yəni çox qurban olma Allah, səsləyən ayədir. Yəni, necə, yəni şeytan axı adamı aldadır ki, Allah bağışlayar, Allah bağışlayan da ancaq bir ayət var ki, şeytan sizi Allahın bağışlayıcını atını bağışlayıcını ümidvar edib, sizi kandırmasın, yəni ki, aldatmasın. Şeytana uyur adam o vaxt ki, yalan danışanda, günahkar olanda və əsasən üzah olurlar, nə var? Quran oxumayanda, zikr etməyəndə, gec özün oxu, inşallah. Qurban paylaşım, getmə, inşallah, amin.